Hər kəsə salam. Hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Günə yeməyi yeyib bağçanı süpürməklə başladım. Artıq kənddə bağça işləri başlayır. Torpağı şumlamamışdan öncə peyin veririk. Torpağa bu cür peyin verdikdə məhsul çox gözəl olur. Çöldəki işləri bitirib fasilə verirəm. Yeməyim hazır olduqda sanki günün 50% işini bitirmiş oluram. Bu cür qara olan qozları sındırırıq, qabığını, pərdəsini, ləpəsini ayırırıq. Qozun pərdəsi öskürəyə xeyir olduğu üçün öskürək zamanı istifadə edirik. Ləpəni isə üyüdüb pesoqla qarışdırırıq. Paxlabaya, şirniyyatlara istifadə edirik. Yuyub təmizlədiyim qarın var idi. Bundan da gözəl qutab hazırladım. Belə gözəl havada döşək yüzlərini yumasam olmazdı. Hava yaxşı olduğu üçün çox tez qurudular. Kaş elə göründüyü kimi ütülənməyi də asan olardı. Armlad oyunundan qazandığım hədiyyələrim də gəldi. Hədiyyələrlə yanaşı bizə 3 gün ərzində istifadə edə biləcəyimiz kuponlar da verirlər. Mən də 42 manatlıq endirimi dəyərləndirdim. Mən Temodan əvvəl 3 fərqli kamera almışdım. Bəyəndiyim kameralardan bir neçədəsini də sifariş verdim. Bağlamalar qüsursuz şəkildə paketlənmişdi. Bu iki kamera eyni markanın kameralarıdır. Bu kameranı isə əvvəlcədən almışdım, fərqli markadır. Bu kameranı da əvvəlcədən almışdım, münasib qiymətə. Hər kameranın özünə məxsus proqramı olur. Play Marketdən o proqramı yükləyib aktivləşdirirsiniz. Proqramda videolu şəkildə sizə necə aktivləşdirmək lazım olduğunu göstərir. Mən isə sizə aldığım kameraların necə çəkiliş etdiyini göstərəcəm. Bu əvvəlcədən aldığım kameradır, çəkilişi yaxşıdır. Gecə çəkilişini göstərdim, bu isə səhər çəkilişidir. Bu kameranın müsbət cəhəti internetdən uzaq olsa da çəkilişi çox yaxşı olur. Mənfi cəhəti isə proqramın daxilində türk və Azərbaycan dilinin olmamasıdır. Bu isə digər kameranın çəkilişidir. Burada biz insan algılamanı seçdiyimiz üçün insan hərəkəti olduğu zaman videolu şəkildə çəkir və bizə xəbərdarlıq edir. Siqnal sistemini istəsəniz aktivləşdirə, istəsəniz ləğv edə bilərsiniz. Bu kamerada isə daxilində türk dili olduğu üçün çox rahat şəkildə idarə edə bilirsiniz. Bu isə digər kameradır. Bunu da daha öncə almışdım. Mənfi cəhəti isə külək əssə belə tez-tez şəkil çəkib göndərməsidir. Bəd cəhəti isə 360 dərəcədə dönür və çəkilişi də çox yaxşıdır. Bu kameranın proqramında da türk və Azərbaycan dili yoxdur. İndi isə keçək digər bağlamalara. Bu bağlamanın içində olan məhsullar Farmlad oyunundan qazandığım məhsullardır. Siz də Farmlad oyununa hədiyyə qazanmaq istəyirsinizsə aşağı qoyacağım linkə daxil olub videoya baxıb öyrənə bilərsiniz. Instagramda Farmlad oyunu oynayanlar üçün qrupumuz var. Qrupda hər kəs bir-birinə kömək edərək asan şəkildə hədiyyə qazana bilirlər. Siz də istəsəniz Instagramda mənə yazaraq qrupa qoşula bilərsiniz. Mən Temodan ümumi olaraq 11 dəfə hədiyyə qazanmışam. Hər bir hədiyyəni necə qazandığımı videolu şəkildə çəkib sizinlə bölüşmüşəm. Kanalımda olan digər videolara da göz atıb öyrənə bilərsiniz. İndi isə keçək səbirsizliklə gözlədiyim bu bağlamaya. Bu bağlamada olan məhsulları Temoda Farmlad oyunu qazanaraq 42 manat endirim kuponundan istifadə edib almışım. Bu gizli kameranı da qohumlar almışdı. Bunun da çəkilişini sizə göstərəcəm. Bu kiçik gizli kameranın çəkilişini bəyəndilər, mən isə o qədər bəyənmədim. Bu
kameranı da başqa qohum almışdı. Bu da biz istifadə etdiyimiz kameradandır. Bu fənəri də demoda görmüşdüm. Həm endirimə düşmüşdü, həm də 42 manatlıq endirimlə çox münasib qiymətə aldım. Fənərin işığı telefonda o qədər yaxşı görsənməsə də çox gözəldir. Bu isə çoxdandır istədiyim planşetdir. Həm notebook kimi istifadə etmək olur, həm də planşet kimi istifadə etmək olur. Qutusundan da bəllidir ki, orijinal məhsuldur. Kanalıma dəstək üçün abunə olmağı, fikrinizi mənimlə şərhlərdə bölüşməyi unutmayın.